Doktor, hamilə qadınlar niyə endokrinoloqa müraciət etməlidir? Bu çox maraqlı bir suallardan biridir. Çünki hamiləlik müddətindən öncə bəzi qadınlarımız daima pəhriz saxlayırlar və pəhriz saxladıkları müddətdə orqanizmdə xüsusən də ətli qidalardan uzaqlaşırlar, bitki və mənşəli qidalardan istifadə edirlər. Orqanizmdə müəyyən çatışmamazlıqlar yaranır. Xüsusən də diqqətinizə çatdırmaq istədiyim odur ki, orqanizmdə yod defisiti müşahidə olunur. Bu da qalxanvari vəznin funksiyalarını pozur. Yəni qadın hamiləlikdən öncə bu halları yaşadığı təqdirdə hamiləlik müddətində müxtəlif problemlər ortaya çıxa bilər. Öncədən bilmədiyi qalxanvari vəznin funksional pozğunluğu müşahidə oluna bilər və nəticədə hamiləlik sona qədər çatdırılmır, müxtəlif düşüklər yaranır və spontan abortlar müşahidə olunur. Və yaxud da həmin hamilədən doğulan uşaqda müxtəlif qüsurlar müşahidə olunur. Həmin o uşaqda endokrinoloji pozğunluq, ürək qüsuru, anadan gəlmə anomaliyalar bu və digər hallar qeyd oluna bilər. Ona görə də hamilə qadınlar mütləq hamiləlik müddətində endokrinoloqa müraciət etməlidirlər.